Elçi Bey vətəni bütöv istədi, otaylı butaylı eli səslədi. Dedi qanlı Araz boğulsun gərək, vahid Azərbaycan qurulsun gərək. Gözəl Bakı, Təbriz, Ankaram mənim, mən gərək sizinlə göyə yüksəliyim. Bütün Türk elindən güc almalıyıq, babalar yoluyla ucalmalıyıq. Yaşasın qocaman Türkistan eli, hər zatdan əzizdir anamın dili. Təbrizdən, Bakıdan, Ankaramızdan, Məmmədli zövq alır el obamızdan. Sağ olasınız. Əl çalıb bilirəm. Hakimiyyət tərəfindən millətə təhmil olunubdur və bunu bir dənə məqalədə ki, neçə gündən sonra ehtimalən sızacaqdır. Mən bu vəziyyətin adını qoymuşam narinci vəziyyət. Yəni, həqiqətdə bizim əzəzər o siyasi dönəmlərdə, məsələn, vəziyyət sarıdır, vəziyyət narincidir, vəziyyət qırmızıdır. Mən indi müəyyən səbəblərə görə indiki vəziyyəti narinci vəziyyət kimi dəyərləndirmişəm. İnşallah internetə əllər satında olsa, iş gündən sonra yayılacaqdır. Əlbəttə, 2 dənə məqalədir, biri başqadır, bu başqa məsələdir. Və o zamanın mübarizlərinə və o zaman şəhid olanlara mən ürəkdən alqışlayıram ki, Azərbaycanın qeyrətli milləti heç bir zülmün əmanətin altına gedə bilməz və getməyəcək də. Necə ki, İranın tarixini yaradıbdır, bundan sonra da yaradacaq və demək olar ki, sərnişt Azərbaycanın siyasi, ictimai sərnişt Azərbaycan millətinin əlindədir. Ona görə siz qeyrətli vətəndaşlarımız və gələcəkdə elə bir yaxşı vəziyyətlə üzləşə bilməyəcəksiniz. Mən elə görürəm dünyanı və yazımda da belə yazmışam. Biz gərək narinci vəziyyətinin qırmızı vəziyyətinə, dönəminə dair gərək bizim cavanlarımız və fikirdaşlarımız bir gərək plan töhməlidir, bərnamə töhməlidir ki, bundan sonra nə cür olacaq, necə olacaqdır. Və amma qaldı rəhmətli Şöhrət Tahirin haqqında mən 1988-ci ildə dekabr ayının 1-dən etibarən Azərbaycan Vətən Cəmiyyətinin başçılığı ilə idarə olunan Elçin Əfəndiyevin, İlyas Əfəndiyevin oğlu, dramaturg İlyas Əfəndiyevin oğlu, Elçin Əfəndiyevin dəvəti ilə Çiğdələn baş nazirin müavinidir. Onun dəvəti ilə Vətən Cəmiyyətinin qonağı olduğuna mən getdim. Ömrümdə böyük arzularımdan biri buydu ki, mən o takip qardaşlarımı, bazılarımı görəm uşaqlıq həslətlərimdən biriydi. Məxsusən ki, mən Azərbaycan Demirə firqəsi zamanı ki 10 yaşındaydım. O zamandan mənim xatirələrimdə, zehnimdə böyük bir acı şirin xatirələr qalarkən mən arzularımdan biri ki, mən otaya gedib və o zamanın adamlarından tapsam, danışım, görüşüm filan. İttifaqın təsadüfən birinci dəfə olaraq birinci adam məni orada öz xüsusi huzuruna dəvət eləyən adam rəhmətli Şöhrət Tahir idi ki, əvvəlin dəfə mənə İnturist otelində ya Azərbaycan oteli deyirlər, həm İnturist deyirlər, onda mənə bir qəşəng müfəssəl
qolaqlıq verdi və o zaman ki, mən 10 yaşındaydım və bu əfsərlik dövrəsini keçirmək üçün Azərbaycan Demografikası tərəfindən getmişlər, Otayda hazırlıq görələr, o zamanın xatirələrindən mənə danışdı, çox acınacaqlı xatirələrindən, ağlaya mənə söhbət elədi və onun söhbətlərini ehtimalən kinozda ya məsələn televizyonun başqa bərnamələrində öz sərgüzəşti eşidibsiz dəfələrdən deyibdim, daha çox fəsəllər üçün danışa ağlayırdı və doğulduğu yer asları üçün çox ürək sırpınırdı və bura üçün çox həsrətlə yaşadı və əgər rəhmətli Heydər Əliyev buna ürək verməsəydi, buna arxa durmasaydı, bunun ürəyini ələ almasaydı, doğrudan da elə bundan çox tez ölə bilər, dünyasını dəyişə bilərdi və onun arxasında dayanan və ona ürək verən və onu qəmdən, qüssədən xilas edən şəxsiyyətlərdə bir rəhmətli Heydər Əliyev idi ki, bunu saxladı orada və çox yaman darıxırdı. Sonra 3 dənə də kitablarından verdi mənə. Mən o zaman Söyrab Tahir'in Nüsrət Kəsədərini, ondan sonra Fişrət Qocanı, Abbas Zamanovu və kimi Mədnə xanım gördüm bundan sonra Mədnə Gülgünü filan və əksəriyyəti gördüm və sonra Moskovaya getdim filan Məhmədən ay yarım 15 o bir aya getmişdim, ay yarım kaldı, 15 gündə artırdılar filan elədilər. Nəhayət dərəcədə bu çox kədərli bir insanıdır, çox kədərlə yaşadı və çox xalqımıza öz şeirlərlə xidmətlər elədi və bizim Azərbaycan mədəniyyət tariximizdə böyük bir iz qoydu, böyük bir iftixarlı əsərlər yarattı ki, həmişə bizim Azərbaycan mədəniyyət tariximizdə, ədəbiyyat tariximizdə bu qalmalıdır. Allah ona rəhmət eləsin. Nəhayət dərəcədə burada mən əziz dostlarımı, əziz ustadlarımı görürəm ki, onların sözləri ola bilər ki, mən şey eləmirəm bundan artıq çox sözlərim var, danışmağa çox sözlərim var, hətta Azərbaycan Demografikasının haqqında ki, mən onda 10 yaşındaydım. O zaman elə sinema pərdəsi kimi mənim gözümün qarşındadır. Çox söhbətlər ola bilər, filan ola bilər. Nəhayət dərəcədə üçün əzizlərimiz, ustadlarımız burada vardı, onların vaxtını almayam deyə və ikincisi budur ki, burada hörmətli aparıcımız bir dənə vaxt məhdudiyyəti də qoymadı. Ona görə özümə icazə vermirəm, ondan artıq sizin vaxtınızı tutan. Alqışlar olsun, yaşayasınız. Çox sağ olun. Qafqazı qaranlıq bürüyən zaman, adamlar zülm ilə sürüyən zaman, yandırıb çırağın mədəniyyəti, ucatdı bayrağın Məhəmməd Əmin. Azəri xalqına azadlıq verdi, millətin şadlığın bu yolda gördü. Sazımız danışdı, sözümüz dindi, yaranmış cümhuri özümüzündür. Bölüm. Bir gündə Samsondan ucaldı çınar, yetişdi tarlada dənli buğdalar, yamyaşıl zəmilər, salxım üzümlər, verdi Türk elinə şanlı dözümlər, ucaldı göylərə vətən bayrağı, bütün Türk elləri onun dayağı. Mustafa Kemal'dan qeyrət doğuldu, bu qeyrət ölkənin qarantı oldu. Bölüm. Azadlıq çalçısı o pişəvəri, tapdanmış elimin böyük rəhbəri, öz ana yurdunu azad dilədi, qocaman Təbrizi abad dilədi. Dedi doğma dildə
okullar gərək, bu yolda gərək ki, çoxlu qan verək. Rəhmətli Heydər Əliyev deyir ki, Azərbaycan dilini bilmədən Azərbaycanlı olmaq mümkün deyil. Dedi, doğma dildə okullar gərək, bu yolda gərək ki, çoxlu qan verək. İstibdad önündə dedi haqq sözü, sonra da bu yolda yumuldu gözü. Bölüm. Elçi bəy vətəni bütöv istədi, otaylı butaylı eli səslədi. Dedi qanlı araz boğulsun gərək, vahid Azərbaycan qurulsun gərək. Arazın suları durulmalıdır, Azəri milləti bir olmalıdır. Nə yazıq arzusu gözündə qaldı, müqəddəs vətənin torpaqları aldı. Bölüm. Növbəsi gəldikdə Heydər babanın, o ulu öndərin, şanlı atanın, ən dərin fikirli dahi bir kişi, xalqa xidmət oldu onun hər işi. Öz doğma elindən qüvvət alaraq, düşmanın canına lərzə salaraq, dedi Azərbaycan yaşayacaqdı, İstiqlal bayrağını daşıyacaqdı. Bölüm. Gözəl Bakı, Təbriz, Ankaram mənim, mən gərək sizinlə göyə yüksəlim, bütün Türk elindən güc almalıyıq, babalar yoluyla ucalmalıyıq. Yaşasın qocaman Türkistan eli, hər zatdan əzizdir anamın dili, Təbrizdən, Bakıdan, Ankaramızdan, Məmmədli zövq alır el obamızdan. Sağ olasın. Xalqın ürəyindəki duygularla səsləşir, sənətkar ölməz olur, sənət müqəddəsləşir. Sağ olsun aşağı rəhbəri, elə mən bu şeirlə başladım, sözü tapşırıram aşıq dostumuza. Sağlıqlarına gözəl bir əl çalın. Güzel deymiş bunlar. Dayı saçlarım qaraman, susat sən könlümə, dul desək də yaramam. Bugün böyük və möhtəşəm, dövlət ya millət demək olmaz yox, böyük dünya alimi, Koroğlu'dan güc, Babeş'ten qeyrət və nəhayət atamız Nəsimidən millətimiz üçün bir böyük səyadət istəyən böyük üstadımız Söhrəb Tahirin ağırlama məclisində xoş görmüşük. Mən də edirəm desəm bir hava çəkdim.